Xırdalan şəhərinin girişində, prospekt yolun kənarı, 12 mərtəbəli binanın 8-ci mərtəbəsində. Kubçalı, əla, təmirli, yəni şəxsi istifadə üçün təmir olunmuş 90 kvadrat metrdən ibarət 3 otağa düzəlmə mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilimizin qonaq otağından. Baxın, belə bir gözəl qonaq otağı var. Demək olar ki, əşyaların 80-90% mənzildə qalacaq. Yerləşmə yeri çox gözəldir. Yəni Xırdalanın tam girişi, prospektin kənarı, şəhərə ən yaxın məsafə. Qeyd etdiyim kimi Kubçalıdır. Kubça hazır əldədir. Qonaq otağından keçirik. Mətbəximizə baxın, belə bir gözəl eyvan hissəsi olub mənzilimizin. Qapalı şəkildə mətbəxə çeviriblər. Və prospekt yolun tam kənarında yerləşir. Binanın qarşısından şəhərə işləyən avtobus və taksilər keçir. Tam yaşayışlı bir binadır. 2 ədəd sürətli lifti var. Bütün kommunallar fasiləsiz olaraq verilir. Gördüyümüz şəkildə belə bir gözəl qonaq otağı var. Və keçirik təqdimata mənzilin digər hissələri ilə. Hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən bizi qarşılayır belə bir geniş dəhliz. Sağda sanuzelimizdir. Bütün aksesuarlar quraşdırılıb. Mənzildə hal-hazırda mülkiyyətçi yaşayır, yəni mənzil sahibi mənzildə yaşayır. Orta mənzildir, küncə düşən mənzil deyil. Qonaq otağı, mətbəx təqdim etdim sizlərə. İrəlilədikdə bu hissədə yerləşir daha 2 yataq otağımız. Mənzildə 80-90% əşyalar qalacaq. Qanuni 2 otaqdan 3 otağa düzəlib. Kubçalıdır. 90 kvadrat metrdən ibarətdir. Kubça hazır əldədir. Mənzilin istilik sistemi kombi sistemidir. Kombi və radiatorlar hər biri quraşdırılıb, hazır vəziyyətdə. Dəyərli izləyicilər, sizin də satışda əmlaklarınız varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Ətraflı məlumat ala bilərsiniz. Bu hissədə isə daha bir yataq otağımız var. Uşaqlar üçün nəzərdə tutulmuş detski yataq otağımızdır. Belə bir şəkildə. Xırdalan dairəsində şəhərə ən yaxın məsafədə 90 kvadrat metrdən ibarət Kubçalı mənzil təqdim etdim sizlərə. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Sizin də satışda əmlakınız, mülkünüz varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.